Hoş gördük dostlar. Bugün biz deməli Facepoint'i qurmağa davam edəcəyik. Deməli açaq bizim Facepoint'i. Və burada dostlar nə edəcəyik? Deməli gəlin bu statik. Tamam, bunu götürək. Biraz balaca eləyək bunu. Belə olsun. Qoyaraq ki qalsın burada. Deməli burada biz nə edəcəyik sizdən? Bunu biz eləyəcəyik fold. Deməli font color, background color eləyək sarı renkdə. Düğmesini basaq və yəni yazını dəyişək. Birinci bunu eləyək. Baxaq, fold yerləşir ümumiyyətlə bura. Fold yazılır. Yəni fərq qalsın, yoxdur. Və bunu bir dənə dublikat eləyək. Artıq qoyaq bax bura, bunun üstünə. Belə. Və hər ikisini bizim keçirtməliyik, deməli ikinci layer'in üstünə. O da bizdə layer buradadır. Tamam, bunu eləyək. Layer 2. Enter'ı basaq. Və aşağıda burada dostlar belə bir layer'lər var. Burada əslində cannot hide active layer bir dəqiqə. Məsəl üçün 1'ə keçək, 2'də bunlardır. 1'də biz bunları görməməliyik əslində. 0'a keçək. Active layer keçidə bilmirik. Tamam, 2'ni aktiv eləyik ya da ki söndürürük. Belə qalsın, gəlin işimizi save eləyək. Və gəlin belə bir şeylə, biz gəlin adlara deməli object name'ləri dəyişək, çünki bu bizə lazım olacaq. Buranı eləyək, deməli olsun txt, rəng olsun. Ondan sonra pump'ı da eləyək elə txt pump. Və ondan sonra valve eləyək txt valve və person da eləyək txt person. Və gəlin fail'ı da dəyişək, eləyək deməli txt pump fail. Sonra deməli bunu dəyişək, eləyək txt nə olacaq bizdə, deməli valve fail. Və keçək bizim deməli knopkalarda. Deməli duplicate txt pump ok və txt deməli valve open. Txt valve open. Və gəlin slider da bir ad seçək. Slider'ın adını qoyaq. Olsun SLD məsəl üçün faiz. Və bizdə bir dənə bu qalıb, gəlin elə bunu da dəyişək dostlar. Yazaq adın qoyaq txt faiz olsun.
və bir dənə yoxlayaq, baxaq bizdə hər bir şey düzdür, yerindədir və save eləyək. Və dostlar, burada belə bir məsələ var. Bizim bu deməli faceplate ayrıca tip olduğuna görə, yəni type olduğuna görə biz bunun bir kopyasını deyim, yaxud da şablonun, yəni template'ini yarada bilirik. Ona görə də biz deməli configure faceplate type olmalıdır. Bunu seçirik buradan və bizə burada nə lazım olacaq? Birinci bizə lazım olacaq rəng. Və bunun bizə hansı propertisi lazımdır? Bizə lazım olacaq birinci text. Bunu götürürük buradan, dostlar, əlavə eləyirik bura. Və burada rename eləməliyik. Rename'də məsəl üçün nə qoyaq? Qoyaq adın məsəl üçün başlıq olsun. Başlıq rəng qoyaq belə. Gəlin belə eləyək də başlıq rəng. Yox, bu olmayacaq. Qalsın, tamam, gəlin bunun adını qoyaq text. Text olsun, başlıq rəng, text. Və növbəti bizə lazım olacaq deməli background color. Back color olacaq o bu. Bunu da ataq bura. Və burada da dəyişək, elə başlıq, dəqiq buradan götürüm onu ki, bilək ki, eyni obyektə aiddir bu. Deməli, Ctrl-C və burada rename, belə elə back color. Tamam. Və növbəti olaraq dostlar bizə lazımdır, məsəl üçün də deyəm, lazımdır bu slider'ı. Slider biz qoymuşduq adını SLD files və burada seçəcəyik prosesin özünü, bu xətti seçirik. Burada da biz prosesi tapmalıyıq, proses və bunu da əlavə eləyirik bura. Və həmçinin dostlar bunun bizə lazım olacaq deməli output lazım olacaq. Onun üçün də biz seçməliyik, səhv etməmsə input output olmalıdır burada. Yox, bir dəqiqə dostlar, səhv baxıram, bizə bu hissə lazımdır, deməli text files olmalıdır onda. Və text files burada olacaq output value. Bunu da elə bu prosesin içinə əlavə edirik. Və bunu da dəyişək adını dostlar bilmək üçün biz bilək ki, bu nədir bizdə. Deməli, bunun adını qoyaq SLD slider files qalsın. Slider files var bizdə artıq. Slider files text qoyaq bir adını. Slider files value olsun, yaxşı. Value. Və növbətiyə keçək, bizə birinci lazım olacaq pump fail və buradan keçəcək deməli visible lazımdır bizə, visible. Bunu da əlavə eləyib bura propertisə və bunu qoyaq adını elə name. Aslında pump fail visible. Ondan sonra deməli əlavə eləyək bizim deməli valve fail'i, onu da visible əlavə eləyək propertisə və elə adını da qoyaq valve fail visible, valve fail və əlavə eləyək deməli birinci text'i pump, text'i ok, text'i valve.
Deməli dostlar, biz pump əlavə eləyək, bərgəlmə əlavə eləyək, oku. Biraz çalışdım, yazıya baxdım, amma düzdür. Bunu da qoyaq adını. Deməli, pump status opera qoyaq adını. Və eyni cür dostlar, biz əlavə edirik bizim deməli valve open'ı. Amma gəlin birinci bu pump'ın back collar'ını da əlavə edək. Deməli, gəlin bunu pump status götürək buradan. Copy, rename. Belə də qoyaq back collar və eyni cür deməli biz eləyəcəyik sizlə pump üçün valve üçün üzr istəyirəm, valve seçirik, text əlavə elədik, olsun rename valve status ok. Status ok, gəlin bunu dəyişək dostlar, text eləyək, sonra çalışmayın və buranı da text eləyək, text olsun və deməli valve'ın back collar'ını da əlavə eləyək. Bir dəqiqə qoy bunu kopya eləyim və indidən copy və biz gəlirik sizlə back collar və burada da rename Ctrl V və dostlar ok düyməsini basırıq, belə bir pəncərə çıxır. Please note that if you change the faceplate type or picture contain instance of this type will have to be edited. Do you want to continue? Yes düyməsini basırıq dostlar. Və gəlin dostlar save eləyək işimizi və bununla da bu dərsi bitiririk. Növbəti dərsdə artıq yaratdığımız şablondan istifadə eləyəcəyik. Çox sağ olun dostlar, hamınıza təşəkkür edirəm. Kanala abunə olmağı yaddan çıxarmayın və videonu bəyəndinizsə like qoyun.